Salam, axşamınız xeyir olsun gözəl insanlar. Siz baxırdım ki, canlı yayımda bir çox insanlar soruşurdular ki, bizə qurd təmizləyici deyin, uşağın orqanizmasında qurdu var. Mən sizə birinci növbədə belə deyim. İnsan orqanizmasında immun sistemini qoruyan orqanlardan biri öddür. Öd. Əgər uşağınızda, övladınızda və yaxud da özünüzdə qurd problemi varsa, mütləq mütləq ödünü gedin uziyə saldırın. Birincisi, əgər ödü esvaridirsə, həmin ana bilməlidir ki, övladını daim immun sistemini gözləməlidir. Niyə? Çünki esvari genetikadan ötürülür. Yox, əgər uşağın ödünə soyuq olubsa, bundan orqanizmasına, ödündə soyuq, öd palçığı ola bilər, qaraciyəri biraz şişmiş ola bilər. Ona görə buna mütləq diqqət edin. Kimin övladında qurd problemi varsa, bu problemə diqqət edəcək. Qurdun əlamətləri də belədir. Halsızlıq, yorğunluq, saç tökülməsi, uşağın ağzından qoxu gəlməsi, 21 gündən bir göbəyin ətrafında sancı, qəbizlik, köp, baş ağrısı, immun sisteminin zəifləməsi, ondan sonra iştahsızlıq. Bax, bunun üçün diqqətli olacaqsınız. Birinci növbədə deyim ki, axşam yatanda anus dəliyinə, indi məsələn siz ana mütləq bunu analiz edib bilməlidir ki, qurdu hansı növ qurddur. Bu bir mənalıdır. Siz əgər biz quyruqdursa, balaca qurdlardırsa, o qurdları təmizləmək də asandır. İmmun sistemi güclən kimi onlar tökülüb gedəcək. Ən çətin qurdlar lambladır, askaridadır. Yəni bunlar üçün ehtiyatlı olacaqsınız. Məsələn, axşam yatanda anus dəliyinin kənarına sink mazı çəkəcəksiniz ki, qurd gecə çıxıb toxumu çöldə qoyur, yapışır kremə, qalır orada. Bir də artıq o yumurtalar içəri daxil olmayacaq. Yəni belə qurdun qarşısını ala bilərsiniz. Bir də mən sizə Əl Dəva, Hər Dərdə Dəva mağazasında Tərənə xanım çox gözəl qurd qovucu hazırlayıb. Yəni demək olar ki, bu Bakıda çox məşhur bir məhsuldur. Bu məhsulun tərkibini sizə deyirəm. Deməli tərkibində nə var? Balqabaq tozu var, balqabağın tumunun yağı var, həbəş qaraziləsinin üyüdülmüşü var, həbəş qaraziləsinin yağı var. Mütləq qurd qovucularda, qurd tökücülərdə həbəş qaraziləsinin yağından istifadə eləyin ki, çox acı və kəskin olduğuna görə, ona görə qurdlar tökülməyində çox asanlıqla özünü göstərir. Deməli bu qarışımı nə cür içəcək uşaqlar? 1 yaşından 5 yaşına qədər uşaqlar yarım çay qaşığından içməlidir. Hətta mən sizə belə məsləhət görürəm ki, biraz azdan başlayın. Yarım çay qaşığının yarısından da başlayın. Görün, elə uşaq var ki, onun hansısa bir bitkiyə, hansısa bir qarazirəyənə